Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Davam edirik biz belə bir video izahla. Burada gördüyünüz 74-cü test nümunəsinə baxaq. Deməli, qeyd olunmuş testdə 3, 7, 7, 5, 8-likdə verilir və bizdən tələb olunur ki, bu ədədi biz x ikiliyə gətirək. Biz də bilirik, ikilikdə verilmiş ədədi 8-liyə keçmək üçün sağdan sola 3-ü sayırma qaydasıdır. Yaxşı, belə bir sual yaranır. Bəs o zaman biz 8-likdə verilən ədədi necə ikiliyə keçək? O zaman əks qaydanı hər bir 8-likdə olan simvola, ədədə, rəqəmə bir ikili rəqəm kimi yanaşaq və bizim İkilikdən 8-liyə keçid qaydamızda olan 4-2-1 metodu tətbiq edək. 4-2-1-dən 3-ü necə alırıq? Ümumiyyətlə 2-1 vasitəsilə 3 alınır, 4 yoxdur. Deməli, ilkin olaraq 0, yəni 4-də 0, 2-1, 3-ün alınması. 7-ni almaq üçün 4-2-1-dən, biz 7-ni almaq üçün 4-ü 2-ni 1 istifadə edirik. Deməli, hər birini istifadə edirik deyə 1-1-1. Eyni ilə 7-ni yenə almaq üçün 1-1-1. 5-i almaq üçün 4-lə 1 cəmi 5, deməli 2-ni almayacaq. Aldığı rəqəmlər 1, almadığı rəqəmlər isə 0-dan işarələnir. 1, 0, 1, 2-likdir. Və burada doğru variantımız öndə 0-ın olma ehtimalı yəni ola da bilər, olmaya da bilər. Ona görə də bunu silsək A variantı olmuş olur. Bu tip sualların, izahlarının davamının gəlməsini istəyirsinizsə, videoları bəyənib şərh yazmağı unutmayın. Növbəti izahda görüşənədək.